Kürdəmirdə iki övlad anası xəstəxanada əməliyyatdan sonra ölüb. Belə ki, rayonun Atakişli kənd sakini 38 yaşlı Abdullayeva Pərvanə kor bağırsağından əməliyyat üçün Kürdəmir rayon mərkəzi xəstəxanasına müraciət edib. Ailə üzvlərinin sözlərinə görə qadın əməliyyatdan sonra elə xəstəxanada da vəfat edib. Hadisə ilə bağlı əsas detalları və təfərrüatları elə ailə üzvlərinin dilindən eşidək. Səhər-səhər aparata gedib, 3-ə işləmiş, ya 3-də əməliyyat aparata girib. Ondan sonra cərrah baxıb buna, deyib ki, sən kor bağırsağın var. Ginekoloq təqdim eləyib o cərrahı. Fəridi ginekoloq təqdim eləyib ki, bu sənə baxacaq. Baxıb deyib, sən kor bağırsağın var. Deyib, mütləq əməliyyat olunmalısan. Bu da deyib, yoldaşım Simendədir, özüm də hazırlıqsız gəlmişəm. Bugün mən əməliyyat ola bilmərəm. Oğlunun nömrəsini götürüblənmiş. Gəlingil gəlib öyə. Oğluna zəng eləyib, həkim deyib ki, bu gün anon əməliyyat olmasa, gecə kor bağırsaq partlayacaq. Onda da 53 heçara çatmayacaq, heç kəs olmayacaq. Bəs gəlin mütləq əməliyyat olunmalıdır. Bu da durub gedib. Gedəndə də zəng eləyib, mənə deyib. Mən də işçimində olduğuma görə bacılarımı yığmışam ora. Bacılarım gedib ora. Sistemə qoyublar, nə bilim, analiz götürüblər, götürməyiblər, yenə özləri bilər. Salıblar əməliyyata. 1 saat 18 dəqiqə üstündən keçmiş, mən getmişəm. Simenden çıxmışam, getmişəm. Getdim, gördüm, dedim, bəs gəlin anı, dedilər əməliyyatda. Dedim, bacı, bu nə vaxt girib əməliyyata? Bacım telefona baxdı, dedi, 1 saat 18 dəqiqədir. Dedim, siz dəlisiniz, 1 saat 18 dəqiqə apensitin əməliyyatı ola bilməz. 45 dəqiqə uzağımın əməliyyatı var, ən ağırı. Dedi, bacı, başa dönüm, səs-küy salma, nə olar? Sən biraz səs-küylüsən. Nəsə eləyərlər. 2 dəfə çıxdım çölə, olmadı. 3-cüdə mühafizədən xahiş elədim ki, oğul, sən Allah bir xəbər bil, bizə denən görək, qutarıblar, qutarmayıblar. Mühafizə gəldi, xəbər verdi ki, əməliyyat qutarıb, xəstənin narkozdan ayılmağını gözləyirlər. Narkozdan ayılsın, gələcəklər. Bu dəmdə bir həkim girdi içəri. Özün təqdim elədi ki, mən Fəridəm, familiyasında dedi, yadımda qalmadı. Dedi ki, dedim, doktor, əməliyyatı siz eləmişsiniz, dedi, mən eləmişəm. Dedim, nəticə, dedi, çox gözəl. Kör bağırsağını götürmüşəm, yetişmiş formada idi. Bir də ki, boruyun üstündə açandan sonra gördüm. Fındığın balaçası boyda bir şiş var idi. Gələcəkdə bu qadına fəsad verməsin deyinə, mən götürdüm onu ki, bir də əməliyyata düşməsin. Mən də tutdum əlindən, dedim, doktor, əlləriniz var olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Dedi, çox gözəl. Dedim, doktor, gedək, otağınız hardadırsa, bu dəmdə bilmirəm, sanitarik idi, medsestri dedi ki, otaq aşağıdadır, 1-ci mərtəbədədir. Dedim, doktor, gedək, mən hazırlıqlı gəlmişəm, sizin şirinliyinizi verim. Dedi, yox, biz orada 2 həkim iştirak eləmişik. Sabah 9-10 arası, həkim onsuz, xəstə onsuz da 3 gün burada qalacaq. Sabahlarım görüşərik. Dedim, mən sağollaşdıq, getdik. Xəstəyə gətirdilər, xəstə çox zarıyırdı, həddindən artıq zarıyırdı. Nə bilim, çox dəhşətli bir zarıltısı var idi sistem qolunda. Bir xeyli oturduq yanında. Başa salırdı ki, mənə su verin, su verin. Soruşdum ki, su olar, dedilər, yox, pambıqla dodağına su verməlidir. O da özləri verdi, biz eləmədik. Dedim, çox olar, az olar. Yəni, bir xeyli oturduq, gəldik. Böyük bacım qaldı yanında. Səhər saat 7 idi, 8-ə bəlkə də 5 dəqiqə işləyərdi. Telefonuma zəng gəldi. Bacım qışqıra-qışqıra dedi ki, ay bacı gəlin ölür. Durdum, yürə-yürə getdim. Mənim evim xəstəxanaya yaxındır. Yürə-yürə getdim, gördüm, gəlin yoxdur palatada. Soruşdum, gəlin hanı? Bir medsestra mənə cavab verdi ki, aparata qoşublar, amma həkim yox idi. Bir xeyli çabaladıq, vuruşda, baxaq da bir xəstəyə gendən də olsa baxaq. Dedilər, olmaz. Mühafizəçilər kəsdi qabağımızı ki, olmaz. Dedim, doktorun nömrəsini verin. Orada bir dənə adam bizə doktorun nömrəsini vermədi. Dedilər, ged acildən al. Düşdüm acilə, acil dedi, mən niyə verirəm nömrə? Heç demə, bütün balinsiya bilirmiş ki, bu gəlin ölür. Vermədi acildə. Çıxdım, yuxarı qışqırdım ki, az, mən sıravi mülkü bir işçiyəm, mən rəislərimin hamısının məndə nömrəsi var. Niyə bu həkimin nömrəsi güya sizdə yoxdur? Dedilər, bizdə yoxdur. Qardaşımın oğlu dedi ki, yəni, qadının oğlu. Dedi ki, bibit, həkim dünən mənə 3-4 dəfə yığıb ki, anı əməliyyata gətir, yoxsa gecə kor bağırsağı partlayacaq. Məndə var. Aldım, yığdım, açdı. Dedim, doktor, mən Pərvanə, Abdullah və Pərvanənin yiyəsiyəm, xəstənin yiyəsiyəm. Xəstənin vəziyyəti pis olub,
götürüblər, hansı aparata qoşublar bilmirik. Xəstəyə biz görə bilmirik. Dedi, mənim o haqda heç bir məlumatım yoxdur. Telefonu söndürdü üzümə. Dedim, onda 10 dəqiqəyə gəlin də. Dedi, yox. Dedim, gəlin də doktor. Dedi, 10 dəqiqəyə çıxa bilsəm gələrəm, amma telefonu təkrar bir də söndürdü. Ondan sonra löyün telefonlardan yığdım o. Gələnlərin, ora eşidib gələnlərin telefonundan yığdım, telefonu açmadı. Belə ötəri keçəndə doktoru gördüm, narkoz verən doktor. Dedim ki, doktor, xəstənin vəziyyəti nətərdir? Bir belə üzün çör, dedi, mən simendən çıxıram. Keçdi, getdi. Vırnıxdım ora, vırnıxdım bura, hər yeri axtardım. Ora kabinetlərə baxdım, bura. Bir ortada belə şüşəli bir yer var. Təpiyi vırdım, ora açdım. Açdım, otaqlar dedilər, ehtiyat qapı pilləkəndə ora açma. Açdım, orada baxdım ki, bəlkə otaqdır. Otaqlı 2 dənədir, 3 dənədə otaqdır. Sol, sağda bir otaq var idi. Ora açdım, bu təkərli araba var idi. Arabada gördüm, üzü örtülü nəsə var. Yəni, nə ora reanimasiyadır, nə palatadır. Açdım oranı, gördüm, üzü örtülü arabada. Oxşadıram ki, insandır da, üzündə plastina. Açdım, gördüm, bizim gəlin. Əlimi vırdım, gördüm buz kimi. Deməli, bu 7-də elə ölüb, 8-ə işləmiş. Ona qədər bizi soyutdular. Yəni, mən ora girməsinim, o meyit bizə hələ ki verilməyəcəkdi. Yalandan alladırdılar aparatları. Qışqırdım ki, hanı bəs deyirdiniz mi, aparata qoşmuşuq. Cavan uşaqlardır, yuyurdu ora-bura, güya kim var idi, heç kəs yox idi. Qışqırdım, qaytardım ki, bala qaydındalar. Lazımdır. Dövlət var, qanun var, qanun özü həll edəcək. Yəni, həkim səhlənkarlığı. Nə siz uşaq döyürsünüz, nə mən uşaq döyürəm, mənim 55 yaşım var. İndiyəcən apensitdən ölən olmuyor. Zaman mən tanıdığım insanlar var, xərçəngdən əməliyyat olub yaşayır. Belə. Yanaşı xəstəliyi olub mu? Yanaşı heç bir xəstəlik olmayıb. Deyirəm, həkim analiz eləyəndə, hər halda əməliyyata gedəndə analiz götürürlər. Analiz götürəndə bilməli idi ki, bu əməliyyata cavab verir, yoxsa vermir. Cavab vermirdisə, niyə əməliyyat eləyirdi? Niyə əməliyyat eləyirdi? Niyə o zənglə çağırıb, qoymuğı da deyim. Ona görə o zənglə çağırıb ki, sabah gəlsəydi, başqa cərraha düşəcəkdi. Ona görə. O cərraha düşməyəcəkdi. Ona görə. O zəng eləyib, evdən çağırtdırıb aparıblar. Bunlar da qorxusundan gediblər. Bəli, həkim səhvidir. Həkim səhvidir. Ona heç cür don geyindirə bilməzlər. Həkimin səhvidir. Səhlənkarlığıdır həkimin. 2 saat əməliyyat olmuş, xəstəni atıb palataya gediblər. Həkimin səhlənkarlığıdır. Baxmayıblar. Dəqiqə-dəqiqə, mən Bakıda əməliyyat olunan görmüşəm. Yanında mən qalmışam, dəqiqə-dəqiqə həkim gəlib. Bax, o uşaq avariyaya düşüb. Əməliyyat olunub, Bakıda o maşın vurub. Dəqiqə-dəqiqə Semaşka xəstəxanasında doktor gəlib o yoxlayıb. O cür onun yaşamağına güman yox idi. Niyə yaşatdı onu? Var, Mehriban Əliyeva var, Səhiyyə Nazirliyi var. Ondan sonra bütün nazirliklər var, mən ora müraciət eləyəcəm. 2 dənə. 37. Vəsiqəsi? Ha, vəsiqəsi olsa vəsiqə. Hə, gəl.